Salamlar hər kəsə, hər birinizə xoş gəldik. Uzun müddətdir video paylaşmıram. Bu günlərim San Francisco Beynəlxalq Hava Limanının daxili uçuş terminalından məhz Miami'yə Formula 1 yarışı üçün gedirəm. Ümumi bu videoda da sizlərə qısa məlumatlar verəcəm. Həm buradakı Beynəlxalq Hava Limanı haqqında, ümumiyyətlə keçiş kontrollar və səyahət boyunca da maraqlı mövzuları izah etməyə çalışacağım. Mən hər zaman biletimi Amerikan Hava Yollarından aldığıma görə məhz bu uçuşlar Terminal 1-dən reallaşdırılır. Maraqlı bir nüansı da deyim ki, əgər sizin çantanızda 100 milliyə qədər su varsa, bu suyu keçirə bilmirsiniz. Mütləq deyil ki, butulkanızı atasınız, onu boşaltdıktan sonra içindəki suyu məhz bu tipli butulkaları özünüzdə saxlaya bilirsiniz və bunu da keçdikdən sonra hər hansı bir marketdən, mağazadan su almaq istəməsəniz, burada yerləşdirilmiş, filtrizə olunmuş krantlardan suyunuzu doldura bilərsiniz. Burada sensor var. Sensora yaxınlaşırsınız və suyu bu şəkildə doldurur. Suyumu bu şəkildə doldurdum. İndi isə uçuşum 5:35-dədir. Yəni boarding time 5:35-dir. Təyyarə isə 6:15-də havalanacaq. Ona qədər burada kofe ilə bir şeylər içməyə çalışacağam. Sadəcə onu deyim ki, Amerika hava limanlarında qiymətlər həqiqətən yuxarıdır. Həmçinin Kaliforniyaya gəldikdə onu da bilməlisiniz ki, siz 10% əlavə təks ödəyirsiniz. Yəni aldığınız hər bir məhsulda $10 xərcləyirsinizsə, $1 da əlavə olaraq onun üzərinə təks verirsiniz və ümumi ödəyəcəyiniz yekun hesab məhsulların üzərində yazılan hesabdan fərqli olur. Bu da nəzərinizdə olur. Bu şəkildə hazır qidalardan da sendviçlərdən də ala bilərsiniz. Təxmini bir dənəsi $15-16-dır. Francisco hava limanını çox xoşlayıram. Yəni hər şeyi çox asan şəkildə tapmaq olur. Bir də yəni qapılar, uçuş üçün olan qapılar çox yaxındır bir-birlərinə. Xəritəni izləməklə ilk dəfə belə səyahətiniz olsa asan şəkildə gəlib tapa bilirsiniz. Belə yenə kofe içə biləcəyiniz yerləri var. Bu art hissəsi də mənim çox xoşuma gəlir. Mənim hazırki uçuş qapım B20-dədir. Demək olar ki, bu koridorun sonunda artıq uçuş yerinə çatacağım. Belə bir şokoladlı kruasan və çay üçün təxmini $12 ödədim. Bu hissədə B20 mənim uçuşum olacaq qapıdır. İstər səyahətləriniz zamanı hava limanları və yaxud da Amerika daxilindəki restoranlar və s. olsun, içərinin həm qış aylarında, həm də yay aylarında temperaturunu çox soyuq edirlər və müəyyən bir müddət oturduqdan sonra artıq soyuq dəyməni hiss edə bilirsiniz. Odur ki, hər zaman əlinizin altında əyninizi qalın edə biləcəyiniz bir şeylər götürün. Uzun səyahətləriniz varsa da mütləq isti bir paltarınız hər zaman çantanızda olsun. Bu arada səsim biraz zəif gələ bilər. Səbəbi odur ki, 2-3 gündür qrip olmuşam. İstər-istəməz boğazım quruyur və danışanda səsim biraz zəif çıxır. İndi isə bizim uçuşumuz demək olar birazdan başlayacaq. Burada müəyyən bir sıra növbəsi olur. Əslində aldığınız biletlərdə onu qeyd edirlər. Hər zaman VIP birinci keçir, daha sonra isə kateqoriyaya və bilet qiymətinə görə sizi boardingə, yəni təyyarəyə alırlar. Hazırda Miami aeroportundayam. Təxmini 6 saatlıq bir uçuş oldu San Francisco'dan Miami'yə. Buradan isə gedəcəyim otelə təxmini 1 saatlıq bir yolum var. Onu da böyük ehtimalla taksi ilə gedəcəm. Getməzdən əvvəl də elə hava limanı daxilində nahar eləməyə fikirləşirəm. Burada da yenə bir neçə restoran var ki, düşünürəm yaxşı yeməklər olar.
belə bir restoran var, hansı ki, mən indi self checkoutdan sifarişimi verəcəm. Chili's restoranı çox məşhur restorandır. Burada self checkoutdan da sifariş vermək olur və yaxud da yaxınlaşırsınız kassaya, sifarişinizi verirsiniz. Qiymətləri normaldır. Ən azından San Francisco hava limanı ilə müqayisədə burada daha yaxşıdır. Yenə eyni qaydada market var, hədiyyəli əşyalar və s. buradan almaq olar. Yeməyimi yedim və gelirəm bagaj kleyimə. Hansı ki, bagajımı əslində əlimdə keçirə bilərdim. Sadəcə risk etməyib bagaja verdim. İndi də ona görə biraz vaxt etkisi olur. Gedirəm onları götürməyə. Onu götürdükdən sonra ən ucuz variantla gedəcəyim otelə yol axtaracağım. Ən pis ehtimalla taksi ilə getmək məcburiyyətində qalacağım. Amma taksinin qiyməti çox bahadır. Adresa $100 göstərir. Başımı indi götürdüm və gedirəm public transportation tapmağa. Avtobus və ya qatarla gedəcəyim yerə gedə bilsəm çox yaxşı olar. Həm lokal taksilər üçün, həm də məsəl üçün ride share app dedikləri, yəni Uber'dir, Lyft'dir, bu tipli yerlər üçün də ayrılmış zonalar olur. Taksilərin giriş-çıxış yerləri də hava limanında tənzimlənibdir. Yəni siz həmin əraziyə getməsəniz, hər çıxdığınız nöqtəyə taksi sifarişi verə bilmirsiniz. Onu da həm yazılarla oxuya bilərsiniz, həm də buradakı işçilərdən məsələ soruşa bilərsiniz. Deməli, bu isə Ocean Drive adlanır, o məşhur GTA'da da olan otelin olduğu ərazidir. Bu isə də belə Formula 1 üçün event qabağı, məhz Bakıda da olan fan zone yaradıblar ki, insanlar gəlib həm əylənə bilsinlər, həm də Formula 1 haqqında daha geniş məlumat alsınlar. Ümumi Miami ilə bağlı təəssüratım ilk olaraq odur ki, hava həqiqətən istidir. Şəhər tərəfində nəmişlik var idi. Yəni, nəzərə alsaq ki, bu hələ tam isti bir aylar deyil. Yenə də istər-istəməz o nəmi, yəni rütubəti hiss etmək olur. Okean kənarına yaxınlaşdıqca isə biraz daha küləyi hiss edirsən ki, yəni burada ən azından digər yerlərlə şəhər mərkəzi ilə müqayisədə hava daha yaxşıdır, tədricən. Mən normalda getmək istəyirdim otelə, sadəcə baxdım ki, uzun bir vaxt çəkir. Burada da bir Azərbaycanlı var, hansı ki, birlikdə biz Formula 1 eventində iştirak edəcəyik. O məndən daha öncə gəldiyi üçün fan zonu falan gəzib, qərarlaşdırdıq ki, elə burada görüşək, buradan da daha sonra otelə birlikdə gedəcəyik. Otel ərazisində elə də böyük bir şeylər yoxdur nəzərə alanda. Bundan sonraki günlərdə mütəmadi olaraq biz tədbirlərdə iştirak edəcəyik. Gəzməyə bir o qədər də vaxtımız olmayacaq. Mən də fürsətdən istifadə həm buranı gəzəcəm, həm də ərazini görəcəm. Bu da məşhur Vice City'dəki oteldir. Yəni, hər kəs burada gəlib şəklini çəkdirir. Ümumi ab-hava çox qəşəngdir. Yəni, həqiqətən də başa düşə bilirsən ki, insanlar burada çox pozitiv auraya sahibdir. Amma ümumi hava və fırtına və sair qasırğaların olması böyük ehtimalla sadəcə turistlər üçün daha yaxşı olacaq. Lokal həyatı bir o qədər də asanlaşdırmır. Buranı San Francisco ilə ayıran müəyyən bir nüanslar da var. Onlara da zamanla toxunacağım, hansı vardır. Birinci məsələ qiymət məsələləridir əlbəttə ki. Ümumi
səyahətimin yekununda da öz fikirlərimi, qiymət analizlərini və s. sizlərlə bölüşəcəm. Atlantik Okeanı sahilləridir. Su görünənə qədər insanlara baxanda hiss eləmək olur ki, suyun temperaturu daha yüksəkdir. Sakit Okeanı ilə müqayisədə bura daha çimmək üçün, üzmək üçün daha mülayim bir hava şəraitindədir və insanlar da rahat şəkildə girib üzə bilirlər. Kaliforniya Sakit Okeanı ilə müqayisədə onu deyə bilərəm ki, çimərliklər demək olar həmən eynidir. Təmizlik və şey baxımından hər hansı bir problem yoxdur. Sadəcə suyun temperaturu Kaliforniya ilə, yəni Sakit Okeanı ilə müqayisədə daha istidir və insanlar çox rahat şəkildə okeana girib çimə bilirlər. Onu da deyim ki, burada bir çox halda plyajlar pulsuzdur. Yəni insanlar rahat şəkildə gəlib dəniz kənarında, yəni okean kənarında istirahətlərini edirlər. Bu da Amerikada ən maraqlı şeylərdən birisidir ki, hər bir şeyə pul ödəmək məcburiyyətində deyilsiniz. Miami Beach hissəsidir. Yəni burada da gəlib şəklinizi çəkdirirsiniz xatirə olaraq. Belə ayırıblar Ocean Drive-da. Ümumiyyətlə görülməli olan bir neçə point var ki, məhz bir dənəsi oteldir, məhz bu pointdir və əsas da çimərlik kənarıdır. Oradakı ərazilərdə gəzə bilərsiniz. Hal-hazırda public transportation, yəni avtobusa minmişik. Gedəcəyimiz, qaldığımız otelə gedirik. Təxmini bir neçə saatlıq yolumuz var. Yəni Miami'də ən ucuz ictimai nəqliyyatdan istifadə edərək bir yerdən bir yerə səyahət edə bilərsiniz. Maşın kirayeləri və s. Əgər gələcəkdə planınız olsa, ondan da faydalanır bilərsiniz. Və bir 2 mərtəbəli metro gəlir. Biz buna minib gələcəyik. İlk dəfədir belə bir 2 mərtəbəli metro gördüm. Təcrübə edəcəyik. İkinci mərtəbəsidir. Çox maraqlıdır. Təxmini 1-2 saat yoldan sonra gəlib indi otelə girə bilmişəm. Registration elədim. Otaq üçün kartımı aldım. İndi isə qalxıram otağıma. Nömrəsi 619-dur, 6-cı mərtəbədədir. Bu ehtimaldan yeməyi də elə otel daxilindəki restoranda yeyəcəm. Biz marşal olduğumuz üçün otelin qiymətini müəyyən bir endirimlə eləyirik. Əgər gələcəkdə də siz Formula 1 üçün Miami'yə gəlmək istəsəniz, bu halda sizə həm qeydiyyat linkini, həm də ümumiyyətlə otelin sizə göndərəcəyi diskount linki ilə bağlı da məlumat verəcəm. Həmçinin siz özünüz qeydiyyatdan keçib qəbul aldıqdan sonra və yaxud da necə ola bilər ki, marşal ola bilərsiniz proseslərini bir daha öyrəndikdən sonra Amerika daxilində öz müraciətinizi edə bilərsiniz və nəticə etibarilə də növbəti yarışlara qatılma hüququ əldə edə bilərsiniz. Daxil olaq. Girişdə belə bir hamam və tualeti var. Təmizliyi normal görsənir. Bu hissədə king size, yəni daha böyük ölçülü yataqdır. Bunların queen size'ları və twin size'lar olur. Yəni ölçülər də adama görə dəyişir. Bu şəkildə ümumi otağın görüntüsüdür. İçəri biraz soyuqdur. Sadəcə olaraq çöldəki hava bürkülüdür. İstər-istəməz müəyyən bir isti var. Bu tipli şəhərlərdə, yəni buna Houston olsun, Miami olsun, bu yerlərdə
mütəmadi olaraq kondisionerdən, soyutma sistemlərindən istifadə edirlər ki, içərini daha sərin saxlaya bilsinlər. Burada da complimentary drinklərdir. Qonaqlar üçün qoyulubdur. Bir çox halda sadəcə qapalı suları içməyinizi tövsiyə edirəm. Digər aparatlar və s. istifadə eləməyinizə çox da ehtiyac yoxdur. Hətta tefalları və s. başqa şeylər üçün istifadə edə bilirlər. Qeydiyyat hissəsi. Buradan qeydiyyatdan paltarlarımızı, yəni jumpsuitləri, burada lazım olan avadanlıqları alırıq. Bizə verdikləri belə bir zərfin içində qeydiyyat formlarımız var. Mən intervention, yəni təxliyə qrupunda olduğum üçün paltar, qoruyucu əlcəklər və mütləq istifadə edəcəm helmet. Yəni qoruyucu papaq veriblər və biz bunları yarış vaxtı yemək məcburiyyətindəyik. Güya marşallara başlamağın maraqlı tərəfləri var. Yəni Miami'də də səhər yeməyini otel içində təşkil ediblər. Lunch üçün, yəni günorta yeməyi üçün isə bizim üçün ayırdıqları xüsusi lunch boxlar var. Orada ayırdıqları yeməkləri götürəcəyik. Buranı da sizə göstərmək istəyirəm ki, ümumi ab-hava necədir. Bu hissədə yenə belə qəhvənizi, çayınızı götürə bilirsiniz. Hər kəs səhər tezdən öz lunch boxları buradadır. Səhər üçün hazırlanmış yeməkləri və günorta naharda istifadə edəcək yeməkləri buradan götürə bilirsiniz. Bura qeydiyyat otağı. Bu tərəfdə də yenə istəsəniz otel daxilində özünüzün ala biləcəyiniz Starbucks yerləşir. Bugün artıq yarışımızın ilk günü başlayır. Hansı ki bugün təlimlər və s. olacaqdır. Dünən isə gecikdiyim üçün qeydiyyat paltarlarımı götürə bilməmişdim. Onu bir yaxlarım düşüb götürdüm. İndi də qeydiyyat sənədlərində nələr var, onları da sizlərlə paylaşmaq istəyirəm ki, gələcəkdə sizdə məhz marşal kimi gəlib burada iştirak eləmək istəsəniz, ən azından bir fikriniz olsun. Bəlkə də kimlərsə üçün motivasiya olacaq, nə verirlər, ümumi nələr var, onlar haqqında da məlumatınız olar. Mən bütün şeyləri otel otağımda qoymuşam. Sizə indi sırayla göstərəcəm ki, nələr var verdikləri hədiyyə çantanın içində. Ümumiyyətlə, bildiyiniz kimi marşallıq fəaliyyəti tamamilə volunteering üzərinə, yəni könüllü üzərinə qurulubdur. Sizə hər hansı bir ödəniş etmirlər. Əksinə bir çox halda otel məsrəfləriniz, qalma, qidalanma və s. kimi xərclərinizi də özünüz getdiyiniz ölkəyə görə nəzərə almalısınız. Belə bir qeydiyyat verirlər, mütləq bunlar sizi yarış ərazisinə buraxırlar. Bu qolbaqdır, bu da yenə olmalıdır gün ərzində. Balaca bir voucher veriblər, böyük ehtimalda lunch və s. nəsə istəsə istifadə edə biləcəyik. Bu tabar da adlanır, hər bir yarış üçün ayrıcadır və hər marşallı qrupunun öz peşəsi burada qeyd olunur ki, vəzifə olaraq hansı qrupa aiddirsə tanınsın və bu tobarçı ilə yarışa buraxılmır. Bunların hər ikisi mütləq qaydada olması lazımdır və hər bir yerdə də mütləq sizə bir hədiyyələr verirlər. Miami'də belə bir papaq veriblər, belə bir uzun qol tişörtdür və də torba tərzində də bir çantada package veriblər. Bir çox halda backpack veriblər, yəni bel çantası veriblər. Bu dəfəki, yəni buradakı yarışda isə artıq belə bir hədiyyələr verilibdir. Bu da yarışdan sizə qalan bir xatirələr olur. Bu hissədə də mənim geyinəcəyim kombinzon, istifadə eləməli olacağım helmet, bir də ki əlcək və təhlükəsizlik əlcəyi, yəni bu elektrik ötürücülüyünü keçirməyən bir qoruyucu əlcəkdir. Onunla yarışa keçəcəm. Bu 3 dənəsini yarış bitdikdən sonra qaytarıram. Bunlar isə mənim özümdə qalacaq. Tərzi var. Bu jumpsuit'in, yəni kombinzonun altından hər zaman şortik geyinirəm. Ki şortikdən sonra, yəni yarış bitdikdən sonra rahat şəkildə çantama qoyum və isti olduğuna görə nəzərə alsaq
paltarımı tez bazar dəyişmiş ola bilim. Çünki yarış əvvəlsində sizin paltar dəyişəcəyiniz yeriniz olmur. Artıq hazıram. İndi düşürəm aşağıya həm kahvaltı, həm də təlimə. Daha sonra da günün cədvəlinə və təqviminə uyğun olaraq hərəkətlər edəcəyik. Yəni sırayla istədiyi yeməyi götürüb yeyə bilər. Bunlar da ödənişsizdir. Daha doğrusu zaten sizin otele verdiğiniz pulun içine daxil olur. Şimdi bir təlim başlayır. Təlim müddətdir. Normalde Azərbaycanda lokal, yəni yerli marşalları bir neçə ay öncədən mütəmadi təlimlərə dəvət edirlər. Belə beynəlxalq yarışlarda isə 3 günlük, 4 günlük ərəfədə ilk bir günü təlim üçün ayrılırlar ki, insanlar yenidən bilgilərini təzələsinlər, müəyyən yeni marşallarda öz təlimlərini almış olsun. Hal-hazırda təxliyə üçün, yəni intervention qrupu üçün olan bir təlimdir. Hər bir fərqli otaqda müəyyən marşal qruplarını təlimlər keçirilir. Bütün marşallar yığılır. Birazdan avtobuslarla yarış ərazisinə aparacaqlar. Buranın biraz Azərbaycandan fərqi odur ki, sistemi tam belə ideal deyil. Kim nədir, nə deyir, tapmaq biraz çətindir. Məcbur soruşa-soruşa bir-iki yerdən tapırsan. Amma Azərbaycanda isə hər şeyi tam planlı şəkildə edirlər. Açığı hamı aydın bilir ki, hara getməli. Deməli, təhlükəsizlik məqsədi ilə it gətiriblər ki, bütün çantaları yoxlasınlar və yarış ərazisinə buraxsınlar. Onu da sizə göstərəcəm. Onu çantasını qoyur və polisin yoxlayır. Şimdi gelirik Treta yarış ərazisine. We're saying interesting. I'm exaggerating. I thought you were exaggerating. Düşdü və təlim bölgəsinə gedəcəyik. Mən ilk dəfədir Miami Grand Prix-sinə bu il qatılıram. Həqiqətən çox bombadır. Bura Hard Rock Stadium gedir. Yəni stadionun ətrafında maraqlı bir circuit, yəni şəhər halqası formalaşdırıblar. Yarışlar da düşünürəm ki, bir o qədər maraqlı olacaq. Sadəcə bol yağıntı gözlənilir. Yağıntı normalde biraz təhlükəli, amma ümid edək ki, yarış maraqlı olacaq. Beləcə hamı Hard Rock Stadium'da Miami Grand Prix üçün ilk təlimlərə hazırlaşacaq. Bura mənim point nöqtəmdir, hansı ki elə 6-cı turnda olacağım. Bura 6.2'dir. Mən isə 6.8'deyim. Yəqin ki, biraz qarşı tərəfdə də 6.8 olacaq. Mən evakuasiya timində olacağım. Yəni maşın hər hansı bir problem olduqda təxliyəsini edəcəyim. Onu da deyim ki, mən Hard Rock Stadiumu, yəni burada bütün eventlərin, bir çox yarışların keçirildiyi ayrıca bir məkandır. Hətta yarışlardan sonra sizə keçirilən konsertlərə də hədiyyə bilet verirlər. Siz istəsəniz özünüz və öz dostlarınızı da, yəni bura gələcək qonağınızı da həmin konsertlərə dəvət edə bilərsiniz. Həmin biletləri də pulsuz şəkildə sizə təqdim edirlər. Yarış bitdikdən sonra isə istəyən şəxslər konsert bölümünə keçə bilərlər. Yəni bu günlərim hava normal görsənir. Gün ərzində daha çox yəni
günorta vaxtlarında nəm ola bilər ki, biraz şiddətli olsun və yaxud da günəşə görə hava temperaturları biraz dəyişsin. Amma ümumiyyətlə düşünürəm ki, bugün bir o qədər isti olmayacaq. Bunlar da belə Cadillac'ın maşınlarıdır. Sanki Uber Black üçün ayrılıb. Bugünkü təlimim təxliyə qrupu üçün hansı formatda Formula 1 bolidini qəza anında təxliyə etmək yollarını öyrədirlər. Bu hər bir marşal üçün əhəmiyyətlidir. Həm praktiki təlim, həm də nəzəri təlimlər mütəmadi olaraq keçirilir. Guys both good? Okay, so then once you've got the strap there, you're going to stand up. You're going to stand back. All right. You guys both good? Now it's going to be bottom heavy, and it's going to be really easy to move. Okay, so I want you to be careful. All right. Once you take it to the strap, hold the top part of the strap bar. I always good because if you're on TV, it's probably because you screwed up. Right? So we want to try to avoid that. I have lots of training films with somebody not doing something right about a fire. So I want some training films of the Miami crew doing great around the fire. So the key thing I want everybody to think about the whole weekend, and everybody training should tell you this, is your personal safety number one. Your personal safety number one. Demək olar ki, ilk təlimlər bitdi. Həm yanğın söndürmə ilə bağlı, həm də maşın evakuasiyası ilə bağlı ilkin məlumatları verdilər. Saat 1-ə qədərlik müddətdə də bizim nahar fasiləmiz olacaq. Bu arada çalışacağım ən azından trek ərazisini gəzim. Ondan sonraki məsələ addımlarda isə yenidən yarışa fokuslanacağıq. Bugün Porsche maşınlarının yarışları var. Deməli, burada Hard Rock Stadionun fan zonlarıdır. Yəni, həm VIP hissələrdir, həm də ki, biletli artıq insanlar bu hissələrə gələ biləcək. Bura, yəni, paddock sayılır, hansı ki, rəsmi Formula 1 komandaları və sürücüləri maşınları da qarajlarda olur, lakin bütün istirahətlərini və s. burada edirlər. Təbii ki, bu əraziyə giriş qadağandır. Ən azından sürücüləri trek ərazisində görmə ehtimalı. Lanç eləməyə, yəni nahar fasiləsidir, yeməklərimizi ayırıblar. Bu ərazilər də yenə fan zonlardır. Ümumiyyətlə, yəni, indiyə qədər getdiyim GP-lər arasında deyə bilərəm ki, özünə məxsus bir yer tutur. Həqiqətən də marşal kimi olmasa da, ən azından bir turist kimi bilet alınıb da gəlinə biləcək bir yerdir. Günlərim yarışın artıq ikinci gündür. Əsas yarış və Formula 1 maşınlarının trekə çıxacağı gündür və ümumi bizə ayrılan təqdimin də ən uzun gündür. Hansı ki, saat hal-hazırda 4-dür. Mən demək olar gecə saat 3-dən etibarən oyanmışam. Onu da deyim ki, Kaliforniya ilə Miami arasında 3 saatlıq fərq var. Yəni Miami 3 saat daha geridən gəldiyinə görə, daha qabaqda olduğuna görə Kaliforniyadakı saatla gəldiyimdən bəri vaxtım dəyişikdir və buna görə demək olar ki, yatmam. Əslində bunun da mənim üçün faydası odur ki, gecə saat 3-də oyandıqda Kaliforniyada bu saat 1 eləmiş olur və ona görə də mənə rahatdır. İndi isə yəni santaları yoxlarından keçirdik və avtobuslara doğru gedirik. Ən uzun gün olacağına görə saat təxmini 4:30-da, yəni səhər saat
4:30-dan axşam saat 7:30-a qədər yarış ərazisində olacaq və mütəmadi olaraq E2 formula maşınları, Formula 1 maşınları və müəyyən kateqoriyadakı başqa yarışları da keçirəcək. Təbii ki, burada yarış ərəfəsində video çəkmək qadağan olduğu üçün bir çox halda sizinlə video paylaşa bilmirəm. Amma bu shuttle bus adı Cayman adlanır və mənim gedəcəyim sektora bizi daşıma eləyəcəkdir. Əslində mən istədiyim hər bir avtobusa minə bilirəm, çünki tam giriş hissəsindəyəm və məcbur qaydada bütün avtobuslar birinci stansiya olaraq mənim düşəcəyim stansiyaya gedir. Lakin bu halda da öz avtobusumu tapdığım üçün ona minəcəm. İndi gəldik, çatdıq yenidən sürək ərazisinə. Birazdan breakfast edəcəyik, səhər yeməyimizi yiyəcəyik. Aral, necəsən? Yata bilmirsən? 5 saat yatırım. Amma yuxusuzluqdan əziyyət çəkir. Şimdi burada biraz şəkil falan çəkdirəcəyik, daha sonra yenə günə başlayacaq. İkinci günün səhər yeməyi üçün yumurtadır, muffinlərdir, belə bir dənə danone, banan, portağal şirəsidir, kolanı günorta nahar üçün götürmüşəm. Bu da Gatorade'dir, hansı ki dehydrate olmaq üçün istifadə edirik ki, köməklik göstərsin. Günorta yeməyinə də belə bir hinduşka sendviçi var. Artıq rəsmi yarış elan edildiyinə, yəni başladığına görə əraziləri indi sizə göstərəcəm. Fan zonlarda artıq real insanlar da var, hansı ki biletli şəkildə daxil olurlar. Miami Şerif Departamentinin polisləridir. Belə maraqlı motosikletlərlə həm ərazidə təhlükəsizliyə baxırlar, həm də bizim avtobusların daşınmasında eskort edirlər, yəni yol göstərirlər. Belə bir dənə club kart verirlər. Bura gəlsən, burada oyun oynayırsan, həm də içəri sərindir, insanlar sərindir. Qarşı tərəfdə kokteyl verəcəklər, bir də müəyyən bir hədiyyə verməlidirlər. Mənim telefon üçün işləndir, bir də onun işləndirəm vermək. 2 dənə pin aldım. Bir dənə telefon üçün şey, bir də belə bir şey veriblər, bu da oturmaq üçündür. Günün qazancı. Miami'nin gecə həyatıdır. Ən azından burayla bağlı şeylər göstərmək istədim. Məhli İlber Ortaylı'nın yaxşı bir sözü var. Şəhərləri gəzməklə və s. bağlı. Elə siz bir gecə vaxtı şəhəri gəzmirsinizsə, demək ki, ora haqqında bir çox məlumatınız yoxdur. Mən də buna görə
əslində vaxtımın az olmasına baxmayaraq, yəni demək olar ki, 2 gündür buradayam. Cəmi yuxu rejimimdə 5 saatlıq bir yuxu yatmışam. Günün də 12-13 saatını ayaq üstə işləyərək keçirmişəm. Buna baxmayaraq, yəni də bu günlərim çıxıb şəhəri gəzmək istəyirdim ki, həm də sizlərə göstərə bilim. Və ümumiyyətlə gecələr gəzməyi zaten sevirəm. Baxmayaraq ki, gecə həyatı Kaliforniyada belə populyar olsa da çox xoşladığım bir şey deyil. Amma ən azından müəyyən dərəcədə də yaşadığınız yerlə bağlı məlumat olması yaxşı olar. Burada əslində bura Miami'nin belə daha lüks olan bir yeri deyil də sahil kənarına biraz yaxın, ayrıca bir downtown'dur. Burada da bir neçə lançlar var, publar, restoranlar var. Ümumiyyətlə Miami əslində gözlədiyimdən də qəşəng çıxdı. Hava şəraiti biraz dediyim kimi istidir və s. amma yenə də burada sizin yaşam tərzinizə uyğun bir həyat eləyə bilərsiniz. Bəzən bir şəhəri sakitcə bir kənarda izləmək lazım. Onu deyim ki, Amerikalılar həqiqətən əyləncəni sevirlər və bu əyləncələrdə həftə sonu olur, 5 və 6-cı günlər olur, səhərə qədər və s. Amma bir çox halda ən çox əylənənlər kimlərdir deyə soruşsanız, onu deyə bilərəm ki, həmin insanlar yeni yetmələrdir, 18 yaşına, 21 yaşını doldurmuş gənclərdir. Həm ölkədə imkanın, maddi vəziyyətin olması və s. həmin insanları gənc yaşda istirahət eləməyə icazə verir və onlar da bacardıqları qədər gəncliklərini yaşayırlar. Təbii ki, bunun müsbət və mənfi tərəfi artıq ayrı məsələlərdir. O da hərənin öz həyatını bir şey deyə bilməliyik. Onu da deyim ki, mən də uzun illər Azərbaycanda restoran sahəsində işləmişəm. Yəni təxmini 5 il biz bir neçə restoran idarə etmişik öz dostlarımızla. Yəni, bu nə qədər uğurlu olub, o biraz sual altındadır. Lakin həyatda mənə bir çox təcrübələr də qazandırıb. Onu da bir günlərim sizlərlə bölüşərəm. Hansı ki, gələcəkdə öz biznesini qurmaq istəyən gənclər var ki, mən bu yolda da gedim deyim. Mən öz pisi ilə, yaxşısı ilə yaşadığım təcrübələri paylaşmağı sevərəm və bu əgər birisinə bir fayda göstərəcəksə, niyə də olmasın. Onu da qeyd edeyim ki, Miami'nin həqiqətən lüks və çox bahalı yerləri var. Oralara hələ ki gedib çıxa bilmirik, amma əsas insanların gündəlik həyatda, yəni yaşamını keçirdiyi və ya qazandığı puldan həftə sonu ən azından əylənə bildiyi məkanlar bu tipli məkanlardır və ən azından həftənin bir neçə gününü Amerikalılar çöldə keçirməyə xoşlayırlar. Bu da əslində yaxşı bir şeydir, hansı ki insanların sosial həyatını ən azından müəyyən dərəcədə dəyişir. Çünki burada individuallıq o qədərdir ki, insanlar qazandığı puldan məcbur qaydada sosiallaşmaq üçün istifadə edirlər. Əks halda mental olaraq da çətinlik yaşanır.
İndi belə bir lokal taco yeri tapmışam. Girəcəm buradan sifarişimi verəcəm. Mən takonu çox sevirəm və getdiyim yerlərdə lokal olaraq müəyyən də olsa taco yeməyə xoşlayıram. Belə bir balaca yer. Birdə 3 dənə taco, bir də diet cola. Bunlar steak tacolarıdır. Mən ən çox steak taco yeyirəm və ya ground beef qiymədən hazırlananı. Bunun toyuqlusu və s. balıqlısı belə olur. Və bir çox halda lokal yeməyi seçirəm ki, yəni ən azından onlar daha dadlı edirlər. Higiyena cəhətdən bir o qədər uğurlu olmaya bilər, amma ən azından yoxlamağa dəyər. Ötən illərdən fərqli olaraq Amerikada ilk dəfə Formula 2 yarışları keçirilir. Ona görə də biraz həyəcan da yuxarıdadır. Təbii ki, yarış artıq bitdi və əsas yarışın da bitməsindən son bir gün qalıb. Bugün yenə Formula yarışları bitdikdən sonra axırıncı mərhələyə, yəni sabahki yarışlara keçid olunacaq. Yağan yağışa görə müəyyən dərəcə dəyişikliklər eləməli oldular. Hətta dünənlərim yarışın saatını belə qabağa çəkdilər. Mən də indi gedirəm postuma və saat 1-də artıq final bir yarış olacaqdır. Bununla da günlük yarış bitmiş olacaq. Əslində yarışın ən maraqlı günü məhz final günü olur və insanlar da gördüyünüz kimi yavaş-yavaş gəlməyə başlayıblar. Bu hissədə food courtdur. Qiymətlər əslində burada yaxşıdır, yəni bəzi yerlərdə baha olsa da. Məsələn, belə bir İtalyan yeri var. Dünənlərim buradan bir pizza almışdım, bugünləri də alacaq. Yarış çox möhtəşəm idi.
sel, daha doğrusu fırtına olacağı ehtimalına göre yarışın vaxtını dəyişdilər. Yağış səhər yağırdı, amma yarış vaxtında hər hansı bir yağış olmadı. Ümumilikdə isə çox maraqlı idi. Havanın bu günlərin istisi daha şiddətli idi. Güneşli olmasına göre müqayisədə. Yağışdan sonraki o rütubəti hiss edirsən. Xərclər haqqında da videonun sonuna əlavə edəcəm. Nə qədərə başa gəlir, ümumiyyətlə zaten Formula 1 haqqında məlumatlar vermişəm. Necə müraciət edə bilərsiniz. Sırf qeydiyyat linkini tapsam bunların da qeydiyyat linkini qoyacağım. Onu da gələcəkdə etmək istəyənlər edə bilər. Burada bunlar isə bizim marşal heyətidir. Hansı ki fərqli ölkələrdən gələnlər var. İllərdir burada marşal fəaliyyətində məşğul olanlar var. Belə. Bugün artıq son gündür və Kaliforniyaya, San Fransiskoya qayıdıram. Ümumi olaraq maraqlı bir 4 günlük yarış və səyahət oldu. Amma Miami'yə mən yenidən gələcəm. Çünki buranı tam olaraq tətil kimi gəlib də pasiv istirahət eləməyi düşünürəm. Həqiqətən ən azından bir dəfə də olsa gəlməyə dəyər bir yerdir. Ümumi Amerika daxili səyahətlərim içərisində Vegasdan sonra xoşuma gələn ikinci bir şəhər oldu. Və növbəti səyahətlərimdə ümid edirəm daha maraqlı yerləri gəzib sizə geniş məlumat verirəm. Şimdi beynəlxalq hava limanıdır. Mənim də qapı nömrəm D7-dir. Hansı ki içəriyə də 5-ci hissədən daxil olacağım. Bəzi yerlərdə sırf daxili uçuş terminalları bu şəkildə çöldə qurulubdur. Yəni hava limanının içinə daxil olmazdan əvvəl bagajlarınızı check-up verə bilərsiniz. Hər zaman olduğu kimi Miami'yə aid bir dənə açar qabı, bir dənə də pin aldım. Pinləri də evdəki xüsusi bir parçadan hazırladığım çərçivənin üzərinə yapışdırdım. Belə.